Dövlətlərarası münasibətlər. Versal-Vaşinqton sistemi dövlətlərarası münasibətləri ədalətlə həll etmədi. Qalib dövlətlər bütün məsələlərin həllində öz mənafi ilə çıxış etdi. Bu, sərhədlər və təzminat məsələlərini də xüsusilə özünə aydın şəkildə göstərirdi. Nəticədə tezliklə yeni münaqişələrin meydana çıxmasına zəmin yarandı. Bu isə yeni dünya müharibəsinin başlanmasına gətirib çıxardı. Fransa və Almanya arasında gərginlik. Paris Sülh Konfransından sonra müharibə borcları, təzminat problemi dövlətlər arası münasibətlərin əsas məsələsi oldu. Demək, Paris Sülh Konfransına vaxt keçirildi 1919. Paris Sülh Konfransından sonra dövlətlər arası münasibətlərin əsas məsələsi nə oldu? Borc və təzminat. 1922-ci ildə bu məsələlərin həlli üçün, yəni iqtisadi məsələlərin həlli üçün İtaliyanın Genya ərazisində beynəlxalq konfrans keçirildi. Genya, diqqət edək, İtaliyanın şimal-qərbində yerləşir. Venesiya isə şimal-şərqində yerləşir. Deməli, Genyada beynəlxalq konfrans keçirildi və konfransda Sovet Rusiyası və Almanya da iştirak edir. Diqqət edək, burada SSR desə yanlışdır. Sovet Rusiyası və Almanya da iştirak edirdi. Sovet Rusiyası Çar hakimiyyətinin dövründə alınmış borcların ona aid olmadığını bildirdi. Axı bilirik 1917 oktyabr çevrilişindən sonra Sovet hakimiyyəti qurulubdu. Yəni Çar hakimiyyəti dövründə alınmış borcların ona aidiyyatı yoxdur. Konfransın gedişində Sovet Rusiyası və Almanya arasında Genya yaxınlığındakı Rapallo'da iqtisadi müqavilə imzalandı. Bu müharibədən sonra təcrid edilmiş hər iki dövlət üçün mühüm hadisə oldu. Deməli, baxın, konfrans, Genya konfransında Antanta dövlətləri ilə razılığa gəlmək mümkün olmadı. Amma Sovet Rusiyası ilə Almanya arasında Genya yaxınlığındakı məsəl Rapallo'da iqtisadi müqavilə imzalandı. Bu müharibədən sonra təcrid edilmiş hər iki dövlət üçün mühüm hadisə oldu. Yəni onları iqtisadi blokadadan çıxarmaq yolunda ilk addım atılmış oldu. Təhlükəsizliyi təmin etmək və Almanyanın təzminatları ödəməyə məcbur etmək üçün Fransanın iki yolu var idi. Hərbi müdaxilə ilə təhdid və ya vasitəçilik üçün Millətlər Cəmiyyətinə müraciət etmək. Demək, təhlükəsizliyini təmin etmək istəyir. Almanyanın təzminatları ödəməyə məcbur etmək üçün, axı biz yadınızdadırsa, Versal konfransından sonra dövlətlər üçün nəticəsini bildirdik və orada dedik ki, Fransa öz təhlükəsizliyi üçün istədiyi nəticəyə gələ bilmədi. Demək, təhlükəsizliyini təmin etmək və Almanyanın təzminatı ödəməyə məcbur etmək üçün Fransanın iki yolu var. Hərbi müdaxilə ilə təhdid və ya vasitəçilik üçün Millətlər Cəmiyyətinə müraciət etmək. O əvvəlcə daha çox birinci həll yolundan istifadə edir. Bu siyasət Almanyanın Versal müqaviləsinin bütün şərtlərini yerinə yetirməyə məcbur edilməsini nəzərdə tuturdu. Nəticədə 1923-cü ildə Fransa və Belçika qoşunları Almanyanın əsas sənaye mərkəzi olan Ruhr bölgəsini işğal etdi. Deməli, Fransa və Belçika, diqqət edirik, Belçika. Məhz arada olan Fransa və Almanya arasında olan ərazi Belçikadır. Yuxarıda dənizlərə bu çıxışı olan, yuxarıda olan Niderland, yəni Hollandiyadır. Belçika və Fransa Almanyanın Ruhr bölgəsini, bu da Almanyadır, işğal etdi. Neçənci ildə? 1923-cü ildə. Məhz bu dövrdə Almaniyada bilirik ki, inflyasiya var idi. Artıq Almaniyada baş verən yüksək inflyasiya təzminatın dəyərsiz kağız pullarla ödənəcəyi narahatlığını yaratmışdı. Fransa Ruhr bölgəsindəki kömürü hərbi yolla müsadirə edərək Almaniyanı cəzalandırmaq istəyirdi. Ruhr böhranı təzminatın ödənilmə vaxtının uzadılması məsələsini ortaya çıxarmışdı. Bunun üçün 1924-cü ildə Dawes planı qəbul edildi. ABŞ dövlət xadimi Charles Dawes tərəfindən hazırlanan bu plan təzminatın ödənilmə vaxtının uzadılmasını nəzərdə tuturdu. Almanya inflyasiyanın yeni pul vahidinin buraxılması və ABŞ-nin verdiyi borclardan istifadə etməklə çıxa bildi. Demək, Dawes planı neçənci ildə qəbul edildi? 1924-cü ildə. ABŞ dövlət xadimi Charles Dawes tərəfindən hazırlandı bu plan və təzminatın ödənmə vaxtının uzadılmasını nəzərdə tuturdu. Almanya inflyasiyadan yeni pul vahidinin buraxılması ilə və ABŞ-nin verdiyi borclardan istifadə etməklə çıxa bildi. Yumşalma dövründən danışaq. Fransa-Almanya yaxınlaşmasının təsiri ilə 1924-29-cu illər dövlətlərarası münasibətlərdə yumşalma dövrü kimi səciyyələnir. Nəyinlə? Fransa-Almanyanın yaxınlaşmasından. Aha, 24-29 görəsən bizə başqa nəyə xatırladır? Demək, 1924-29 dövlətlər arası münasibətlərdə yumşalma dövrü, 1924-29 Almaniyada Weimar Respublikasının qızıl dövrü, bir də 1924-29 mühafizəkarların İngiltərədə mühafizəkarların hakimiyyət dövrü.
Bu dövrdə yumşalma dövrü kimi səciyyələnir. 25-ci ildə keçirilən Locarno konfransında qəbul edilən paktla Fransa, Belçika və Almaniya arasında sərhədlərin toxunulmazlığı təminat altına alındı. Locarno konferansı İsveçrə ərazisində keçirilibdi. İsveçrə isə İtaliyanın üstü İ və Fransa və Almaniyanın arasında yerləşir. Burada aşağıda yuxarı Belçika, aşağı İsveçrə. Pakt sözünün mənası isə saziş razılaşma deməkdir. Deməli, Locarno konfransında qəbul edilən pakt Fransa, Belçika və Almaniya arasında, hansı ki biz bilirik ki, Birinci Dünya müharibəsində məsələn Almaniya, Belçika arasından keçməli Fransa üzərinə yürüş eləmiş. Deməli, Fransa, Belçika və Almaniya arasında sərhədlərin toxunulmazlığını təminat altına alırdı. Anlaşılmazlıqların sülh yolu ilə həll edilməsinə qərar verildi. Demək, Locarnoda sərhədlər toxunulmazlığı təminat altına alınır və anlaşılmazlıqların sülh yolu ilə həll edilməsinə qərar verilir. Bununla da Almaniya yenidən dövlətlər arası əməkdaşlığa başlayır. Demək, Almaniyanın yenidən dövlətlər arası əməkdaşlığa başlaması məhz 1925 Locarno konfransı ilədir. 26-cı ildə isə o Millətlər Cəmiyyətinə daxil olur və bərabər hüquqlu tərəfkeş kimi tanınır. Demək, Almaniya nə zaman bərabər hüquqlu tərəfkeş kimi tanınır? 1926 Millətlər Cəmiyyətinə daxil olmaqla. Müharibəni başa çatdırmaq üçün müqavilə imzalanması. İngiltərənin Daily Mirror qəzeti Locarno konfransı haqqında. 1928-ci ildə Fransa Xarici İşlər Naziri Aristide Briand və ABŞ dövlət katibi Frank Kellogg-un təşəbbüsü ilə imzalanan pakt bütün münaqişələrin dinc yolla həll edilməsini nəzərdə tuturdu. Demək, bütün münaqişələrin dinc yolla həll edilməsini nəzərdə tutan pakt hansıdır? Briand-Kellogg paktı. Briand-Kellogg paktı müharibədən imtina edilməsini vurğulayırdı. 1920-ci illərin sonunda dövlətlər arası münasibətlərdə sabitlik şəraiti mövcud idi. Lakin 1929-cu ildə baş verən böyük böhran bu sabitliyin vida zənglərini səsləndirdi. Üfüqdə qaranlıq. Millətlər Cəmiyyətinin zəifliyi 1931-ci ildən aydın olmağa başladı. Demək, Millətlər Cəmiyyətinin zəifliyi hardan aydın olmağa başladı? 1931-ci ildən. Əslində bu təşkilat əvvəldən yalnız Avropada sülhün və təhlükəsizliyin müdafiəsini diqqət mərkəzinə saxlayırdı. Hələ 1923-cü ildən başlayaraq Liviyada faşist İtaliyasının həyata keçirdiyi soyqırım siyasətinə göz yumulurdu. Deməli, hələ Liviyada faşist İtaliyası 23-cü ildə soyqırım həyata keçirirdi. Məhz buna Millətlər Cəmiyyəti göz yumurdu. Ömər Muxtarın başçılığı ilə Liviya xalqının azadlıq mübarizəsi 1932-ci ildə amansızlıqla yatırıldı. Faşist İtaliyası burada dinc əhaliyə qarşı kimyəvi silahlardan istifadə etmiş, qadınları və uşaqları qətlə yetirmişdi. Deməli, 1923, bunun tərsinə çeviririk, 32. Yəni 3-də 2-nin yerini dəyişirik və görürük ki, Liviyada hadisələr baş veribdir. Demək, Liviyada faşist İtaliyasının soyqırım siyasəti 23, 32-də Ömər Muxtarın başçılığı ilə Liviya xalqının azadlıq mübarizəsi amansızlıqla yatırılıbdır. Ömər Muxtar da əsir alınıbdır. Müasir dövrdə əlaqələndirək 2008-ci ildə iki dövlət arasında bağlanmış müqavilədə İtaliyanın Liviyada həyata keçirdiyi müharibədə cinayətləri təsdiq edilmişdir. Ona görə də İtaliya Liviyadan üzr istəmişdir. Bu tarixi sənəddə İtaliya müstəmləkə dövründə Liviya xalqına qarşı qətliyam, məhv etmə, hərəkətinə və tətbiq etdiyi təzyiqlərə görə üzr istəyir. Bu İtaliyanın Liviyaya verdiyi zərərin başa düşülməsi əxlaqi ifadəsidir. Liviyada harda yerləşir? Məhz Afrikanın şimalında gördüyümüz kimi İtaliyanın aşağısında Liviya. Həmişə deyirdim, İtaliyanın təpiyi deyir, buradan Siciliya uğrunda Karfagena savaşır, bir tərəfdən də təpiyi deyir Liviya. Belə yadda saxlaya bilərik. Liviya, Misirin yanı. Dünya iqtisadi böhranın təsiri ilə bütün ölkələrin gömrük maliyyələrinin aradan artması Yaponiyanın yeni xam mənbələri satış bazarları ələ keçirməyə siyasətini yürütməyə məcbur oldu. O, 1930-cu illərin əvvəllərində Çinin şimalındakı Mancuriyanı işğal etdi. Gördüyümüz kimi bura Çin ərazisidir. Çinin şimalında bu ərazi Mancuriya ərazisidir. Demək, işğalçılıq siyasətini genişləndirən Yaponiya Çinin şimalındakı Mancuriya ərazisini işğal edir. Və burada özündən asılı oyuncaq dövlət yaradır. Millətlər Cəmiyyəti bu işğala etiraz elədiyi üçün Yaponiya 33-cü ildə bu təşkilatı tərk edir. 1933-cü ildə nasistlər hakimiyyətə gəldikdən sonra Almaniyada Millətlər Cəmiyyətini tərk edir.
Böyük böhran nəticəsində ayrı-ayrı ölkələrin qapalı iqtisadi siyasəti etməyə məcbur olması, millətlər cəmiyyətinin nüfuzunun azalması, silahsızlaşma sahəsində danışıqların tədricən dayanmasına səbəb olur. Dünya iqtisadi böhranının yayılması 30-cu illərdə Avropada diktatura rejimlərinin artmasına səbəb olur. Dünyada avtoritar rejimlərin sayı çoxalırdı. Liberal demokratiyanın zəifləməsinin əlaməti olan bu amil dövlətlər arası münasibətlərdə gərginliyi daha da artırırdı. Liberal demokratiya nədir? Hakimiyyətin öz təmsilçilərini ümumi, azad seçki yolu ilə seçən, xalqın əlində olduğu və hakimiyyət bölgüsünü tətbiq etdiyi siyasi rejimdir. Demək, liberal demokratiya zəifləyir. Liberal demokratiyanın zəifləmə əlaməti nədir? Artıq görürük ki, Avropada diktatura rejimləri artıbdır. Təhlükənin böyüməsi 1934-cü ildə Hitler Avstriyanın baş nazirinə sui-qəsd təşkil edərək dövlət çevrilişinə nail olmaq istədi. Bu Avstriyanın Almaniya anşlüsü, yəni birləşdirilməsi yolunda ilk addım hesab olunurdu. Lakin Mussolini Avstriya sərhədinə qoşun yeridərək Almaniyanın bu cəhdinin qarşısını aldı. Deməli, 34-də Hitler Avstriyanı, xəritədə gördüyümüz kimi İtaliyanın sağında, burada Ələddinin lampasına oxşayan yer, Avstriya, Almaniyanın aşağısında. Hitler Avstriyanı özünə anşlüs, yəni birləşdirmək istəyir. Amma məhz Mussolini'nin təşəbbüsü ilə bu anşlüsün qarşısı alınır. 1935-ci ildə Almaniya Versal müqaviləsinin şərtlərini pozaraq ümumi hərbi mükəlləfiyyəti bərpa edir. Deməli, Almaniya Versal şərtlərini pozaraq ümumi hərbi mükəlləfiyyəti bərpa edir. Almaniyanın Versal müqaviləsinin hərbi qərarlarının imtina edilməsi məsələsini müzakirə etmək üçün 1935-ci ildə Fransa, İngiltərə və İtaliyanın iştirakı ilə Strezada İtaliyada yerləşir, konfrans çağırılır. Diqqət edin, niyə Streza konfransı 2-20-ə düşmüş konfranslardandır, suallardandır. Demək, 1935-ci ildə Fransa, İngiltərə, yəni Fransa dediksə İngiltərədə olacaq və bir də İtaliyanın iştirakı ilə Strezada onsuz da İtaliyada olan ərazi, demək İtaliya burada iştirak eləməlidir, konfrans keçilir. Konfransda Avstriyanın ərazi bütövlüyü təminat altına götürülür. Demək, hansı konfransda Avstriyanın ərazi bütövlüyü təminat altına alınır? Məhz Strezada. Lakin Almaniyanın silahlanmasına qarşı tədbir görülmür. 1936-cı ildə Almaniya Versal müqaviləsini bir daha pozaraq silahsızlandırılmış Reyn bölgəsinə qoşun yerləşdirir. Bu hadisə demək, növbəti dəfə pozmaq 36-cı ildə. Birinci dəfə demək pozdu, ümumi hərbi mükəlləfiyyəti bərpa eləməklə 35-də, növbəti dəfə 36-cı ildə Versal müqaviləsini pozaraq Reyn bölgəsinə qoşun yeridi. Bu hadisə İngiltərə və Fransa tərəfindən yalnız şifahi etirazla qarşılandı. Bu, Hitlerin daxili və xarici nüfuzunu artırdı, onu tədricən işğalçılıq siyasəti yürütməyə cəsarətləndirdi. 35-36-cı illərdə İtaliyanın Efiopiyanı işğal etməsi dövlətlərarası münasibətə əsaslı dəyişikliyə səbəb oldu. İngiltərə, Fransa bu işğalı istədiyi üçün Mussolini onlardan uzaqlaşdı və Mussolini Hitlerlə yaxınlaşdı. 1936-cı ildə Almaniya və İtaliya arasında ittifaq bağlandı. Uzaq şərqdə SSR ilə arasında olan gərginlik Yaponiyanı da Almaniya ilə yaxınlaşdırdı və onlar arasında Antikomintern paktı imzalandı. Pakta görə Almaniya və Yaponiya beynəlxalq kommunist təşkilatına qarşı birgə mübarizə aparmalı idi. Sonralar İtaliya, Macaristan, İspaniya, bir sıra başqa ölkələrdə bu pakta qoşulmuşdu. Komintern nədir? Dünyada kommunist ideologiyasını yaymaq üçün SSR tərəfindən yaradılmış beynəlxalq təşkilatdır. Məhz bu gördüyümüz ərazi də Efiopiya ərazisidir. Efiopiya. Demək, 1935-36-cı illərdə İtaliya Efiopiyanı işğal elədi. Dövlətlər arası münasibətlərdə gərginlik yaradan hadisələrdən biri də İspaniyada vətəndaş müharibəsi oldu. 1936-cı ildə bu ölkədə demokratik seçki yolu ilə hakimiyyətə respublika tərəfdarı olan Xalq Cəbhəsi gəlmişdi. Demək, Xalq Cəbhəsi demokratik seçki yolu ilə gəlmişdi. Lakin General Franco'nun başçılığı ilə faşistpərəst hərbi qüvvələr qiyam qaldı. Demək, Franco'nun başçılığı faşistpərəstlər qiyam qaldırır və beləliklə ölkədə respublikaçıları faşistlər arasında vətəndaş müharibəsi başlayır. Vətəndaş müharibəsi hansı illərdə olub, hansı dövlətlərdə olub, bir yadımıza salaq. ABŞ-də nə vaxt olub, Romada nə vaxt olubdu, vətəndaş müharibəsi Rusiyada nə vaxt olubdu. İtaliya və Almaniya faşistlərə yardım etmək üçün İspaniya müdaxilə elədi. Lakin Avropanın liberal demokratik rejimli ölkələri müharibədən çəkinərək qarışmamaq siyasəti yürüdürdü. SSR isə respublikaçılara kömək edirdi. Demək, SSR kimə kömək edirdi? Respublikaçılara. Müharibə 1939-cu ildə faşistlərin qələbəsi ilə başa çatdı və İspaniyada faşist diktaturası yaradıldı. Bu da qəbula düşmüş suallardan olubdu ki,
20-ci əsrin 30-cu illərin sonunda faşist diktaturasının yaradıldığı ərazini göstərir. Demək, söhbət İspaniyadan gedir. Faşizm və demokratiya arasında baş verən İspaniya vətəndaş müharibəsi yaxınlaşan Yeni Dünya müharibəsinin ayaq səsi idi. Vətəndaş müharibəsi dövründə uşaqlar sığınacağa təyyarə bombalarından qorunmaq üçün sığınmışdılar. Bunun da şəkli əks olunubdur. İspaniya vətəndaş müharibəsinin təsviri var. Bu da məhz İspaniya ərazisidir. İspaniya 1479-da yaranıbdır. Burada Parisin Səsi qəzeti verilibdir. General de Castelnau Moskva nəzarətindəki Sovet çevrilişi ilə Sovet İttifaqına kölə olmamaq üçün üsyan edənlər arasındakı müharibə İspaniya Xalq Cəbhəsinin maskası altında baş verir. Əvvəlki dövrdən fərqli olaraq siyasi hakimiyyəti ələ keçirmək üçün mübarizə aparan iki qrup artıq yoxdur. Bugün Moskva barbarlığı ilə Qərb sivilizasiyası arasında bir müharibə var. Bolşevik tərəfdarı cəbhə iqtidarı ələ keçirərək müharibə aparır, güllələyir, talan edir və yandırır. Din əleyhinə, qəzəbi isə sərhəd tanımır. Mənbəli sadəcə olaraq oxuyaq, məlumatımız olsun. L'Humanité qəzeti 1936 Madrid müqavimət göstərir. Bu uşaq qatillərinə ən güvəndikləri gücləri olan faşist Alman və İtalyanların komandanlığındakı xarici muzlu əskərlərdən ibarət bu millətçilərə təriflər yağdıranlar da Madridin müzəffər müdafiəsi qarşısında çaşqın qalıblar. İspaniya müstəqilliyinin qəhrəmanları Fransanın köməyini alacaqdır. Madrid azadlığın verdiyinə çevrilmişdir. Fransızlar könüllülərin əslində onların azadlığı üçün vuruşduqlarını, beynəlxalq briqadaların cəsur döyüşçülərinin onlar üçün əks hücuma keçdiklərini hiss edir. Orada ölənlər İspaniya, Hitler və Mussolini cəbhəxanası olmasın, müharibə sizin ölkənizə gəlməsin deyə ölürlər. Sakitləşmə siyasətindən danışaq. Versal müqaviləsi ilə qadağan edilməsinə baxmayaraq, Avstriya 1938-ci ildə Almaniyaya birləşdirildi. Deməli, qadağan edilməsinə baxmayaraq, Versalda demişdik ki, Avstriya Almaniyaya bir daha birləşməyəcək. İndi Avstriya 38-ci ildə Almaniya birləşdirildi. Neçənci ildə? 1938-ci ildə. Bundan sonra Hitler Çexoslovakiyanın Almanlar yaşayan bölgəsi olan Sudet vilayətinin Almaniyaya verilməsini tələb etdi. 1938-ci il sentyabrında Almaniya, İtaliya, İngiltərə və Fransanın iştirakı ilə Münhen konfransı keçirdi. Münhendə kimlər var? İngiltərə, Fransa, Almaniya, İtaliya. Bu şəklə diqqət edək. Məhz bu şəkildə gördüklərimiz iştirakçılar Adolf Hitler, yəni Almaniyadan, Benito Mussolini, təbii ki, İtaliyadan, Eduard Daladier, Fransadan və Neville Chamberlain İngiltərədən. Deməli, Münhen konfransında hərbi cəhətdən hazır olmadığını və ölkəsində ictimai rəyin müharibənin əleyhinə olduğunu nəzərə alan İngiltərə və Fransa, Sudetin Almaniyaya ilhaq edilməsinə qarşı çıxmadı. Sakitləşdirmə siyasəti yürüdən İngiltərə və Fransa müttəfiqləri olan Çexoslovakiyanı müdafiə etmədiyi üçün nüfuzdan düşdülər. 1939-cu ildə Almaniya bütöv Çexoslovakiyanı ilhaq elədi. Bununla da Hitler ilk dəfə Almanların yaşamadığı bölgəni işğal eləmiş oldu. Bu isə İngiltərə və Fransanın sakitləşmə siyasətinin uğursuzluğu demək idi. Deməli, nə zaman bütöv Çexoslovakiyanı işğal elədi? 1939-cu ildə. Çexoslovakiyada xəritədə diqqət edək, elə kitabın xəritəsində. Gördüyümüz kimi Almaniya və Polşanın arasında Çexoslovakiya ərazisi. Məhz bu ərazidə oldu Çexoslovakiya. Avstriyanın ilhaqı Hitlerin böyük reyxi yaratmaq proqramını tətbiq etməyə başlayanda istifadə etdiyi üsulu anlamağımıza kömək edə bilər. Bu üsul daxili və xarici casuslardan istifadə edərək ələ keçirəcək ölkəni qarışdırmağa, mərhələli olaraq təhrik eləməyə əsaslanır. Bu casusların təşkil etdiyi hadisələr Goebbelsin rəhbərliyi ilə beynəlxalq böhran yaratmaqla vəzifələndirilmiş Alman mətbuat tərəfindən təbliğ edilir. Daha sonra Hitler məsələyə qarışır və Alman ailəsindən bir qolu olaraq qəbul etdiyi xalqın taleyinə laqeyd qalmayacağını elan edir. Orada hansısa bir bəhanə ilə səhnəyə çıxır. Avstriyanın ilhaqı beynəlxalq vəziyyətin başqa bir xüsusiyyətini, yəni Almanların güc nümayişi qarşısında böyük dövlətlərin reaksiyasının zəifliyini bir daha aşkara çıxardı. Bu zəiflik sülh tərəfdarı olmaqla izah edilə bilər. Mussolini Hitlerə dost oldu. Avstriyanın ilhaqına qarşı çıxmayaraq, Fransa isə böhran içindədir. İngiltərə Fransanın passivliyi və sakitləşdirmə siyasəti İtaliyada işğalçı siyasətini genişləndirməyə imkan verir. 1939-cu ildə Almaniya və İtaliya Polad paktı imzalayır. Bu hərbi ittifaq müqaviləsi müharibə vəziyyətində bir-birinə yardım etməyi nəzərdə tuturdu. Üfüqdə müharibə görünür. 1939-cu ildə Almaniya Polşaya qarşı ərazi iddiası qaldırdı. Buna cavab olaraq İngiltərə və Fransa SSR ilə ittifaq haqqında danışıqlara başladı. Lakin danışıqlar ləngiyirdi. 1939-cu ilin avqustunda gözlənilmədən Almaniya və SSR-ə hücum etməyi haqqında pakt imzaladı. Molotov-Ribbentrop, yəni hər iki dövlətin xarici işlər naziri
adları ilə götürülübdür. Paktda adlandıran bu müqavilə Avropada təəccüblə qarşılandı. Çünki ideoloji cəhətdən iki zidd dövlətin uzlaşması gözlənilmirdi. Birinci Dünya müharibəsindən fərqli olaraq Almaniya iki cəbhədə vuruşmaq istəmirdi. Paktın gizli protokolunda Polşanın bölüşdürülməsi və Şərqi Avropada hər iki dövlətin nüfuz dairələri razılaşdırılmışdı. Xəritədə Polşaya baxaq, Almaniyanın sağı. Məhz Polşa ərazisi.